Xoşbəxtlik məhəlləsinə bizi buraxmadılar. Bəyənmirsinizsə qədərinizi dəyişin dedilər. Azərbaycan torpağı, eli bu taliyi yaşayıb və hələ də yaşayır. Bugün sizinlə bu qədərin tarixlər yaşayan torpağını, keçmişini öyrənən arxeoloqla gəzinti gözləyir. Gizli və aşkar gəzinti. Nəsib müəllim arxeoloqdur, həm də şəkilidir. Bu iki tarixi yol ciddidən ciddi dünyaya baməzə ahəng qatır. Tarixən torpağın altını qazana ya qızıl axtaran, ya xəzinə axtaran deyiblər. Arxeologiya elm kimi yaranandan isə keçmişin yaşanan tarixini bərpa edənlər də bu dəstəyə qoşulub. Tarixi masa arxasında yazanların əsas mənbəyi yazılar olub. Bu yazıların nə qədər həqiqətə uyğun olması şübhəlidir. Qələm kimin tərəfindədir? Bunu müəyyən etmək çox çətindir. Arxeologiya isə faktdır, ötən zamanın özüdür. Axı nə axtarırıq? Özümüzü, keçmişimizi, gələcəyimizi, özümüzü tanımadan, haqqı olanı müəyyən etmədən nə danışa bilərik ki? Əslində bugünün əsas problemi budur. Biz kimik sualı. Əgər bizlər bu suala cavab tapa bilsəydik, bəyənmirsənsə qədərini dəyişdir deyənlərlə eyni tərəzidə güc ola bilərdik. Təpəbaşı abidəsi adlanır. Təpəbaşı qəbir abidəsidir. Qafqaz Albaniyası dövrünə məxsus abidədir. Burada dəfn mərasimi biz apardığımız arxeoloji qazıntılara görə tam deyə bilərik ki, eradan əvvəl 7-ci əsrdən başlayıb, ta bizim eranın 1-2-ci əsrinə qədər davam edib. Bu məkanda sadəcə olaraq hər bir şeyin öz yeri var. Orada o atdır. Bu at başıdır. At. Eyni zamanda burada qoyun da var. Yəni davar deyək da, qoyun da var. Eyni zamanda burada qaban, yəni donuz da var. Baxın, onu hələ mən təyin eləməmişəm. O meşə heyvanıdır, yoxsa itdir. Amma burada təpə başında qəbirlərin bəzilərindən it bastırıldığını biz qeydə almışıq. Yəni həmin dövrdə biz ovçuluqla da bağlı danışa bilərik. Bəs o nəyin? Bu özü də qoyun sümüyüdür. Yəni insan buradadır və hələlik tam açmamışıq açı. Hələ ki sümüklərin duruş vəziyyətinə görə göstərir ki, bu insan bükülü vəziyyətdə dəfn olunur. Yəni təpəbaşı üçün belə deyək, Azərbaycanın Yaloğlu təpə mədəniyyəti var. Qəbələrlə bağlı orada tapıldığına görə. Bu Yaloğlu təpə mədəniyyətin bir başı gedir çıxır Tel Aviv, Tiflisə bir başı gedir çıxır indi Ermənistan yaradılan bir əraziyə, o bir tərəfi Arazdan yuxarı və Dağıstan, Samur hövzəsi. Yəni bu boyda ərazidə yayılan bu Yaloğlu təpə mədəniyyətini tamamilə o xarakteri xüsusiyyətlərindən biri də elə meyitlərin bu vəziyyətdə dəfn olunmasıdır. Küp qəbir mədəniyyəti, at, qoyun, əşyalar, insan. Bugün insanına, düşüncəsinə yad olan dünya. Ancaq gəlin bir anlığa düşünək, niyə? Bu dünya və o dünya arasında sədaqət. Hələ sonuncu Peyğəmbərin gəlişinə 100 illər var. İnsanın həyat, var olma, yaşam dünyasına sədaqətli olmuş varlıqlar, əşyalar, o biri dünyaya da sədaqət rəmzi kimi qoyulur. Bu proses sədaqət və var olma inamdır, günah deyil. Harmonik yaşam cəhdidir. Yəni Adəm oğlu, insan yaradılan harmoniyanın parçasıdır, zərrəsidir, yaradanı deyil. Küp qəbirlərdə yaşayan bu böyük həqiqəti anladıqca Azərbaycanı anlayırsan. Böyük yaradana doğru bu ilin keçdiyi yolun həqiqətini anlayırsan. Bütün bu müxtəlifliyin içərisində qərarlaşmış böyük bir mədəniyyət var. Ki biz bu mədəniyyəti daha çoxdan önce bizdə qəbul olunur Azərbaycan elmində. Ki biz bunu da ancaq arxeoloji mədəniyyət kimi yox, bu Qafqaz Albaniyasının dövlətinin çiçəkləndiyi bir dövrün böyük bir mədəniyyətidir ki, onların dövrəsində ki, indiki Azərbaycan çox balaca görünür. O mədəniyyətin yayıldığı ərazini biz qeyd ediyoruz. İndiki Azərbaycanın sərhədləri onun üçün çox balaca. Yəni ana vətən rolunu oynayırıq biz bu dəqiqə. Amma ətrafı hər yeri həmişə o dövrdən də bu dövrdən də. Biz həm mədəniyyət yaymışıq, həm də özümüzün olur. Dünyada daşlar çoxdur. Tanrı nuru ilə yerə enən daşlar müqəddəs daşlardır. Torpağın yaratdığı daşlardan isə almaz bütün daşların şahı sayılır.
Almaz üçbucaqlardan ibarətdir. Azərbaycan üçbucağı da tarixin, insan tarixinin almazıdır. Məkan və insan olaraq. Koh-i-Nur hardadır? Dünyanın ən qiymətli almazı Koh-i-Nur hansı talini yaşayırsa, Azərbaycan da o talini yaşayır. Torpağın altında yatan tarix, keçmiş, hələ araşdırılıb, öyrənilməyə zaman istəyir. Yeraltı dünyadan torpağın üstünə qaydırıq. Daş kitabələrimizə, daşlarımıza, Azərbaycan daşlarına. Malıq qalası Azərbaycanın tarixi abidələri siyahısında yoxdur. Bəlkə də bəzi insanlar düşünə bilərlər ki, bu sadəcə olaraq daşdan ibarət qalanın qorunmasının nə mənası var? Sadəcə olaraq hər şeydən öncə hər şeyi unudub yalnız bir şey yadda saxlamaq lazımdır ki, bu daşları qoyan bizim dədələrimizdir. Bu daşları nə üçünsə qoyurdular. Biz isə bu daşları qoruya bilmədik. Kimdir bizim düşmən? Xalq nağıllarında, dastanlarda, dahi adlandırılan şəxslərin yazdıqları, yaratdıqları sözlərdə elin düşməni, o obrazı tapa bilmirik. Yunan Homer Troyanı hədəf seçmişdi. Fars Firdovsi Turanı hədəf seçmişdi. Rus Igor Polka haqqında dastanda Polovetslərdən qorunur. İngiliz, Fransız, Ərəb, Hind. Elin formalaşma zamanında dastan yazılır və tərəf var, düşmən var. Məlik Məmməd nağılı, Dədə Qorqud boyları, Koroğlu dastanı, kimdir düşmən? El, düşmən ev içindədir, atalar sözünə işarə edir. Niyə? El didərgin salınır, torpağını, varını itirir, yenə düşmən ev içindədir düşünülür. Görən niyə? Bu daşlar hamısı qaya daşlardır. Fikir verin, o çay daşları da öyle. Çay daşları deyil? Yox, qaya daşlardır. Yəni bu yaxın ərazidən hardansa gətirildi. Qayadan, ola bilsin o Aydınbulaq kəndinin ətrafında belə qayalar var. Oradan gətirilib bu daşlar. Amma çox maraqlıdır. Bu qalanın demək olar ki, 4-dən 2-si dağılır. Amma daşları o qədər görünmür. Yəni bu daşlara da göz tikiblər. Mən o vaxtı bir kişi var idi, burada bir artizan motor qoymuşdu, o sahələrə su vurulurdu. Ondan soruşdum ki, kişi, axı bax divar izləri var, nə hündürdəsə olub, buranın özünün daşı, bunlar har olub, dir Aydınbulaqlar aparıb ev tikiblər. Yəni bu da o kənddir. Daşı daş üstə qoymaqdansa ki, uçmasın, biz aparıb ev tikirik. Yaxşı, mənim abidəm, mənim tarixim, mənim ləyaqət adlı tərcümeyi halımın bu müftədaları olmayandan sonra ev kimə lazımdır? Mən də sual belə qoyuram. Bu elə asi kəsilən kifayət qədər ellər mövcuddur. Bu el isə bir kimsəni özünə düşmən saya bilmir. Hər bir el özünə ad qoyur, adını, tarixini yazır, o tarixlə öyünür. Bu el isə adam oğlunun var olma təcəlləsini yaşadır. Bütün yolları əzabla keçdiyi üçün kamilliyə doğru gedir, haqqın təcəllisi olmağa. Küp qəbirlərdən, ağac inacından İbrahimə, İsmaila, Süleymana, İsaya, Məhəmmədə inamını iman evi ilə bərabər daşıyır. İnsan əbədi olanı, ölümsüzlüyü arar, özünü keçmək, mükəmmələ doğru dəyişmək, dönmək istər. Günəş günəşdir, günəşin zərrəsi günəş ola bilərmi? Çox maraqlı bir proses baş verir Azərbaycanda. Albaniya tarixi qafalı açar kimin əlində bilinmir. Ateşpərəst tarixi kimin əlində bilinmir. Xristian tarixi kimin əlində bilinmir. Və biz kimi yenə bilmirik. Sadəcə olaraq bu tip kilsələrin tarixini bizim bu gün istinad elədiyimiz bir-iki mənbə var. Və bu günləri 12-ci əsr yazıblar orada. Yəni bunu aydınlaşdırın. Nəyə görə məhz 12-ci əsr yazmağa cəhd edirlər? 12-ci əsr bir söz bizdə, məsələn, belə deyək ki, 5-6-cı əsrdə müqəddəs Qirqorisin Güya ki, gəlir Azərbaycana 4-cü əsrdə, yəni Albaniyada bu xristiyan dini rəsmi dövlət dini kimi qəbul olunur. Amma məsələn, bayaq qeyd elədiyim Kiş Alban kilsəsi göstərir ki, bu xristiyanlıq rəsmi dövlət dini kimi qəbul olunmamışdan əvvəl birinci Apostol Yelisey tərəfindən həmin kilsəyə əsas qoyulub. İkinci də görünür xristiyan ənənələri gizli şəkildə, yəni xristiyan icmaları olmuş ki, biz sonradan bunu din kimi qəbul elədik. Konkret bir deyiz, Alban məbədinə gələndə
Ora 12-ci əsr yazılmasına baxmayaraq, əgər 12-ci əsrdə biz Qafqaz Albaniyasında dini memarlığın bütün təfəvvüratı və detalları ilə bu abidəni analiz, sintez ediriksə, bizə o daha çox 7-ci əsri andırır. Nəsib müəllimlə yerin altını, üstünü, keçmişini, Malıq qalasını, 7 aranı, Qanıq vadisini, Baş kilsəni, bir deyizi gəzdik, danışdıq, mübahisə etdik, min illərin tarixini bir an kimi yaşadıq, bir elin qəm yaddaşını varaqladıq, unudulmuş, dağılmış xarabalıqlarda qalanları sizə göstərdik. Bu qalalar, tarix, keçmiş, kimin üçünsə maraqlıdırmı? Onu bilmirik. Bu qalalar, tarix, keçmiş, xəzinə ovçuları üçün isə çox maraqlıdır. Bideyiz kəndinin yaxınlığında bu məkan və gördüyünüz bu qazıntı son illərin qazıntısıdır. Burada da bugün Azərbaycanda qızıl həvəskarları nəsə axtarırlar.